Yeşaya 27-ci fəsil. İsrailin qurtuluşu. O gün Rəbb Livyatana, qaçan ilana, bəli, Livyatana, qıvrılan ilana, amansız, nəhəy və qüvvətli qılıncı ilə cəza verəcək. Dənizdəki əjdahanı öldürəcək. O gün Rəbb deyəcək, xoşladığım bağ üçün nəğmələr oxuyun. Mən Rəbb bağı qoruyuram, tez-tez suluyuram. Gecə-gündüz keşiyində dururam ki, heç kəs ona zərər verməsin. Mən qəzəblənmirəm. Kaş qarşıma tikan və qanqal çıxaydı. Onda onlara qarşı çıxıb döyüşərdim. Hamısını odda yandırardım. Yaxud qoy mənə pənah gətirsinlər, mənlə barışsınlar. Bəli, qoy mənlə barışsınlar. Yaqub nəsli gələcəkdə kök salacaq. İsrail şaxələnəcək, çiçəklənəcək, yer üzünü bəhrələri ilə dolduracaq. Rəbb İsraili vuran düşmənləri kimi onu vurdumu? Yaxud o, başqalarını öldürdüyü kimi İsraili də öldürdümü? Rəbb öz xalqına hökm elədi, qovub sürgünə göndərdi. Şərq küləyi əsən gün, Rəbb onları şiddətli yeli ilə qovdu. Yaqub nəslinin qəbahəti bununla bağışlanacaq. Günahın aradan götürülməsinin tam bəhrəsi bu olacaq. Bütpərəst qurbangahların daşları tabaşir kimi ovulacaq. İlahə Aşeranın rəmzi olan sütunlar ya da buxur qurbangahları bir daha dikəlməyəcək. İstehkamlı şəhər tənha, kimsəsiz yurt, səhra kimi boş qaldı. Orada dana otlayıb yatacaq, budaqları yeyib qutaracaq. Şaxələri quruyanda qoparılacaq. Qadınlar gəlib onları yandıracaq. Bu xalq ağılsız olduğuna görə Yaradan onlara rəhm eləməyəcək. Xaliq onlara qarşı xeyirxah olmayacaq. O gün Rəbb Fərat çayından Misir vadisinə qədər öz bəhrələrini yığacaq. Siz bir-bir toplanacaqsınız, ey İsrail övladları. O gün böyük şeypur çalınacaq. Aşşur torpağında itkin düşənlərlə Misirə sürgün edilənlər gəlib, Yerusəlimdə müqəddəs dağda Rəbbə səcdə eləyəcək.